Salamünaleyküm dəyərli şagirdlər. 2008-ci sinif 2.5-ci mövzu, yəni kristal qəfəsinin tipləri mövzusunun kitabda olan tapşırıqların həllinə bərabər baxaq. Bismillah. Deməli, birinci, gəlin öyrəndiklərinizi tətbiq edin söhbətini həll eləyək. Birinci sual nə deyir? Qrafit və plastik kükürddən hansı daha aşağı ərimə temperaturlu olur? Cavabınızı əsaslandırın. Dəyərli dostlar, qrafit dediyimiz karbonun allotropik şəkil dəyişməsidir və qrafit atom kristal qəfəsinə malikdir. Amma plastik kükürdsə dediyim, plastik kükürdsə kükürdün allotropik şəkil dəyişməsidir və kükürdün allotropik şəkil dəyişməsi düzdür. Bu da əslində atom kristal qəfəsinə malikdir. Sadəcə olaraq qrafitin ərimə və qaynama temperaturu plastik kükürdün ərimə qaynama temperaturundan daha deməli yüksək olur. Gəlirik ikinci sualımıza. Karbon qazı otaq temperaturunda qaz halındadır. Silisium O2 isə ərimə temperaturu yüksək olan bərk maddədir. Dördüncü ədədə karbon və silisium eyni qrupda olmasına baxmayaraq bu fərqliliyin səbəbi nədir? Deməli, karbon qazı bu gördüyünüz molekulyar quruluşlu maddədir. Molekulyar. Və biz də bilirik ki, molekulyar quruluşlu maddənin ərimə qaynama temperaturu çox aşağı olur. Yəni, bu adi şəraitdə artıq qaz halına keçib, yəni qaynayıb artıq, kobud dildə desək. Silisium O2 isə bu gördüyünüz atom kristal qəfəsinə malikdir. Dəyərli dostlar, atom kristal qəfəsinə malik olan maddənin ərimə qaynama temperaturları bir qayda olaraq yüksək olur. Ona görə səbəb nə olsun? Karbon da silisium da eyni qrup elementləridir. Hər ikisi 4A qrupunun elementləridir. Amma karbonun əmələ gətirdiyi maddə molekulyar quruluşlu olduğuna görə daha tez əriyir və yaxud da qaynayır. Amma silisium O2 isə gec əriyir və yaxud da qaynayır. Keçirik növbəti. Öyrəndiklərinizi yoxlayın. Birinci sualımızda nə deyir? Deyir ki, hansı kristal qəfəslər mövcuddur? Bunu biraz ayıraq dəyərlər. Ayrıca bundan biraz söhbət edək. Deməli, dəyərli dostlar, hansı kristal qəfəslər mövcuddur? Burada qalır ki, burada bunları təmizləyək, geçək. Dəyərli dostlarım, kristal qəfəs, KG. Bunlar ayrılacaq hansı qruplara? Var atom kristal qəfəs, var ion kristal qəfəs, var metal kristal qəfəs, bir də var molekul kristal qəfəs. Molekul. Bu kristal qəfəslər bir-birindən nə ilə fərqlənir? Kristal qəfəsin düyünlərində olan hissəciklərə görə fərqlənir. Bəzilərinin kristal qəfəsin düyünlərində atomlar var, bəzilərində ionlar var, bəzilərində metal kationları və sərbəst elektronlar onların arasında hərəkət edir, bəzilərində molekullar var. Deməli, bunlar bir-birindən nə ilə fərqlənirlər? Kristal qəfəsin düyünlərindəki hissəciklərə görə fərqlənirlər. Və buna müvafiq olaraq da xassələrinə görə də bir-birindən fərqlənəcəklər. Gəlirik növbəti sualımız. Müxtəlif kristal qəfəslərə əmələ gətirən maddələrin misallar göstərin. Bu dəqiqə onu da göstərək. Dəyərli dostlar, məsələn, atom kristal qəfəsinə aid olan maddələrin misal silisium O2. Sonra metal kristal qəfəsinə malik olan maddə bəsit bir metal göstərək. Məsələn, dəmir, ferium. Sonra gələk ion kristal qəfəsinə malik olan maddəyə misal, məsələn, natrium xlorid. Yəni, metal və qeyri-metaldan ibarət ion rabitəli maddə olmalıdır. Sonra molekul kristal qəfəsinə malik maddə, məsələn, H2O. Bu şəkildə göstərə bilərik. Gəldik, bizə deyir ki, molekulyar və qeyri-molekulyar quruluş maddələr nə deməkdir? Cavabınızı misallarla izah edin. Dəyərli dostlar, əgər kristal qəfəsin düyünlərində molekullar yerləşirsə, bu molekulyar quruluşlu maddədir. Yox, molekul yerləşmirsə, məsələn üçün deyirəm, ola bilər atom olsun, ola bilər ion olsun, ola bilər metal kationu olsun. Bu şəkildə əgər yerləşirsə, bunlar adlanır qeyri-molekulyar quruluşlu maddələr. Qısası siz nəyə diqqət edəcəksiniz? Molekulyar quruluşlu maddə dedikdə, molekul kristal qəfəsinə malik olan maddələr molekulyar quruluşlu maddələrdir. Onların kristal qəfəsinin düyünlərində molekullar yerləşir. Yerdə qalanlar atom kristal qəfəsinə aid olan maddələr, metal kristal qəfəsinə aid olan maddələr və ion kristal qəfəsinə aid olan maddələr hamısı qeyri-molekulyar quruluşlu maddələr gedir. Sonra bizə deyir, molekulyar yoxsa qeyri-molekulyar maddələr ərimə temperaturu və bərkliyi yüksək olur. Dəyərli dostlar, molekulyar quruluşlu maddələrin bərkliyi, ərimə qaynama temperaturudur, qeyri-molekulyar quruluşlulardan daha zəifdir. Bunun da səbəbi var. Çünki molekulyar quruluşlu maddələrdə, baxın, molekullar arasında, deyək ki, məsələn, hidrogen deyək. Molekullar arasında bir cazibə var, amma bu cazibənin adına deyəcək Van der Waals qüvvələri. Və bu Van der Waals qüvvələri elə güclü qüvvələr deyil. Ona görə də bunlar rahat bir şəkildə qırıla bilirlər və maddənin ərimə və qaynama temperaturu aşağı olur. Amma
Deyək ki, atom kristal qəfəsi olsun, ion kristal qəfəsi olsun və yaxud da metal kristal qəfəsi olsun. Onlardasa daha güclü qüvvələr var bu hissəcikləri bir-birinə bağlayan. Məsələn üçün deyirəm, bir natrium xloridu düşünün. Deməli, natrium ionu ilə, deyək ki, bu natrium ionu olsun, bu da xlor ionu olsun. Bax, bu bir dəqiqə. Bu da deyək ki, bizim xlor ionu olsun. Natrium ionu ilə xlor ionu arasındakı cazibə daha güclüdür. Ona görə də bunları qırmaq çox çətindir deyə bunların ərimə qaynama temperaturu daha yüksək olurmuş. Və həm də daha möhkəm olurlar, daha güclü bir-birinə bağlanırlar. Sonra bizə deyir, kalsium xlorid maddəsinin məhlulu elektrik cərəyanını yaxşı keçirir. Bunun səbəbi nədir? Dəyərli dostlar, çünki kalsium xlorid, baxın, bunu suya atandan sonra bunlar dərhal kalsium ionuna və xlor ionuna parçalanırlar. Kalsium ionu və xlor ionu da artıq məhlulda ionun mövcudluğunu göstərir və əgər ionlar varsa, elektrik cərəyanında əla keçirəcəklər anlamına gəlir. Ümumiyyətlə, elektrik cərəyanının keçirilməsi üçün yüklü zərərçilərə ehtiyacımız var. Dəyişiklərə diqqətinizi görə təşəkkürlər. İnşallah növbətdə sizlərlə görüşərik.